Salam, hər vaxtınız xeyir. 2025 din toplusu 11-ci sinif din toplusundan bu gün artiklın izahını veririk. Birdən 10-a qədər olan sualların izahına baxaq. I like to watch films with happy ending. Yəni burada film sözü cəmləndiyi üçün burada en artikl istifadə edə bilmərik. C və Y variantlarını elədik. Və burada ending bax görürsüz ki, xoşbəxt sonluq deməkdir. Sonluq yəni isim nitq hissəsinə görə isim olduğu üçün burada mütləq e artikl olacaq. H hərfi samit olduğu üçün e yazırıq burada. Və burada film cəmləndiyi üçün də Z dedik ki, olmaz. E olduğu üçün cavabımız D variantıdır. İkinci suala baxırıq ki, futbol əslində sayılmır, amma məç sözü futbol maçı burada artıq futbol oyunu mənasındadır. Ona görə də e, burada maç sözünə görə en artiklı mütləq istifadə olunmalıdır. At the stadium isə bildiyimiz kimi nə olacaq? Z ilə olacaq. Çünki yer məkansallıq ətdir, indi, ondur. Bunlarda Z-yə daha çox yer verilir. Çünki onların artıq müəyyənləşir hansı stadionda. Ona görə cavabımız D variantıdır. Üçüncü suala baxırıq ki, burada interesting museums sözü cəmləndiyi üçün və İngiltərə yer məkanda artikl istifadə etmədiyi üçün, ölkə şəhər adlarında artikldan istifadə olunmadığı üçün elə cavabımız heç, cavabımız C variantı. Dördüncü suala baxırıq ki, burada most və et şəkilçisi görəndə avtomatik bura Z-ni yazırıq. In the class biz dedik ki, indi onda ətdir, bunlar Z-ni çox sevir. Ona görə burada Z yazırıq. Cavabımız isə A variantıdır. Beşinci sualda yenə Z bura yazılmalıdır. Most gördük. In the office Z yazılmalıdır. Cavabımız A variantı. Altıncı suala baxırıq ki, most people. Əgər mostdan sonra sifət varsa və 4-cü, 5-ci suallardakı kimi hardworking sifətdir, çalışqan deməkdir. Diligent çalışqan deməkdir. Burada sifətdir. Sifət varsa bu sifətin müqayisə üstünlük dərəcəsidir, düz istəyirəm. Ona görə Z artiklı ilə istifadə olunur. Amma 6-da görürsünüz ki, isim var. Bu isə most people əksər insanlar əvəzlik funksiyasındadır burada. Ona görə də burada heç bir artikldan istifadə etmirik və most popular way burada gördüyünüz kimi artıq burada mostdan sonra popular məşhur sözü var, yəni sifət var. Ona görə burada Z olacaq. Heç nə Z, Y variantı. Boşluq və Z. 7-ci suala baxırıq ki, have a nice trip. Burada artıq gözəl bir belə desək, trip səyahət etmək mənasındadır. Səyahət etməyi planlaşdırır Judy. Ona görə də E artikl. Burada artıq qəlibdir. Have a nice day, have a good time və s. Bu qəliblərdə artıq E artiklın mütləq istifadə olunmalıdır. Saturday isə ümumiyyətlə biz bilirik ki, həftənin günlərində artikldan istifadə edilmir. Ona görə cavabımız E heç nəsiz, cavabımız A variantı. 8-ci suala baxırıq ki, interesting party, ən interesting party, çünki parti sözü sayılan tək isimdir. İ isə sait olduğu üçün ən qoyulmalıdır ki, bitişdirici bir samit olsun orada. Burada da dedik ki, həftənin günləri heç bir artikldan istifadə edilmir. Ən və heç nə olmayan cavabımız D variantı. 9-cu suala baxırıq. Bunlar da artıq qəlibdə əzbərlənməlidir. Tell the truth və not a lie. Polislər tələb etdi ki, düzünü deyək, yalanı yox. Ona görə də cavabımız Z və E artiklı D variantı. Tell the truth-dan istifadə olunur. Həqiqət demək, gerçək demək. Tell a lie isə yalanı söyləmək deməkdir. Buna görə cavabımız Z və E D variantı. 10-cu sualda isə Z-ni qoyacaq, çünki tallest hündürlük mənasındadır. In the world, təbii ki, in the world, bu da bir qəlib kimi götürülür. Z cavabımız C variantı.